Ailə və uşaqların sosial problemlərinin həllinə dəstək İctimai Birliyi artıq 3 yaşındadır. Amma bu, bir təşkilatın sadəcə yaşı deyil, bu 3 il boyunca yüzlərlə uşaq və ailənin içində qopan, səssiz fəryadların, dodaqda donan təbəssümlərin, gözlərdə gizlənən acıların tarixidir. Bu 3 il ərzində biz ad günü tortunu sevinclə kəsmədik, konfetlər paylaşmadıq. Təmtəraqlı ən böyük tədbirlər keçirmədik. Biz sadəcə kölgədə qalan uşaqların adını işıqda səsləndirməyə çalışdıq. Hər il, hər ay, hər gün öz sevincimizi deyil, onların susqunluğunu yaşadıq. Bu yubiley günü bizimlə birgə olanlar, valideyn himayəsindən məhrum uşaqlar, kimsəsiz, tək valideynli yaşayanlar, sosial rifahı aşağı olan körpələr və yeniyetmələr idi. Onlar üçün bugün bir bayram yox, bir ümid, bir nəfəs, bir məni unutmadınız duyğusu idi. Bəziləri ilk dəfə diqqət gördü, bəziləri ilk dəfə öz sualına cavab oldu və bəziləri sadəcə ilk dəfə adlarının çəkildiyini eşitdi. Biz bu 3 ildə həm böyüdük, həm də sınmadan ayaqda qaldıq. Könüllərimizin sevgisi, uşaqların bizə baxışlarındakı sükutlu təşəkkür, unudulmuşların qəlbində alışan bir işıq bizi yaşadan bunlar oldu. Bu 3 illik yubileyi bizə yaşadan, ruhumuzu dirçəldən, bir ümidin işığını yandıran xeyirxah insana, adını belə çəkmədən canını bu yolda qoyan mələk qəlbli insana dərin təşəkkür edirik. Bu yubiley bizim deyil, unutduğumuz, amma yenidən doğulmalarına səbəb olduğumuz uşaqlarındır.